Artıq uzun illərdir ki, Azərbaycanda çoxuşaqlı ailə modeli 3 uşaqdan ibarətdir faktiki olaraq. Yəni biz artıq bir uşaqlı ailə modelinə keçmişik. Az-az hallarda isə 2 uşaq olur ailələrdə. 3 uşaq olmasının özü maksimal nəticədə artıq Azərbaycanda bu çoxuşaqlı ailə sayılır. Baxmayaraq ki, qanunda 6 və daha çox uşaq olanlara müavinət verilir. Bu milyonda bir filan. Bunu yox saymaq olar. Yəni belə bir variant yoxdur. 4-5 uşaqlı ailələr çox ağır vəziyyətdədirlər. Eləcə də 3 uşaqlı ailələr maksimum 1-2 uşağı saxlamaq iqtidarındadır. 3 uşaq həm psixoloji cəhətdən çox uşaqlıq kimi qəbul olunur artıq Azərbaycanda, üstəlik maddi cəhətdən də çox ağır bir vəziyyət sayılır. Belə bir təhlükəli tendensiya gedir ki, uşaqlardan imtina, ailələr artıq bir uşaqla kifayətlənir maksimal halda ki, bizdə uzun illərdir bu məsələlər müzakirə olunur, deyilir, jurnalistlər tərəfindən, sosioloqlar tərəfindən, parlamentdə deyilir, heç belə zərrə qədər də təsiri yoxdur, heç bir reaksiya yoxdur. Heç olmasa ən pis halda 3 və daha çox uşaqlı ailələrə xüsusi yardımlar olunmalıdır. Təbii ki, əgər biz millətimizin məhv olmasını istəmiriksə, dediyim kimi 3 və daha çox uşaqlı ailələrə yardım verilməlidir ki, bu uşaqların sağlam böyüməsi təmin olunsun. Çünki hazırda valideynlər 3, 4, 5 uşaqlı uşağı saxlamaq iqtidarında deyillər.